Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində, deməli Paşdavoyda 20 sot torpaqda bir neçə otağı, eyni zamanda böyük bir bağçası olan belə bir həyət ev satılır. Qiyməti 140 min manatdır qiymətində. Mütləq razılaşma olmalıdır. Hal-hazırda deməli bax bu 20 sot torpaqda yerləşən navesin, yaxud mağarın alt hissəsini görürsünüz. Həqiqətən böyükdür. Bu həyət evinin deməli 2 ədəd darvazası var, yəni maşın üçün. Hal-hazırda birini görmək mümkündür. Yenidən bax bu evin arxasında olan deməli ərazini sizə göstərirəm. Bax buradan sağ tərəfdə gördüyünüz deməli yerdən başlayaraq bax bunların hamısı, çünki burada bir neçə ədəd daşınmaz əmlak var. Yəni otaqlar var. Sonra böyük bir bağçası var. Addelno deməli artisanı var. Bax qarşıda mən indi sizə göstərəcəm. Bağçası gördüyünüz kimi böyükdür. Hardasa 150-dən çox ağac növü olmalıdır. Ancaq mən elə gəlir daha çoxdur. Bax bu artizanın konkretli bu həyət evinə aiddir. Bax mən sizə göstərirəm. Yenidən bağça tərəfdən evin xarici görünüşünü göstərirəm. Qiyməti 140 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən bax bağçasını görmək mümkündür. Sənədi çıxarışdır. Yəni asan xidmət dalğı satqı gedən sənəddir. Bax belə bir 20 sot torpaqda bax görürsünüz 4 tərəfdən də deməli hündür barısı var. 37 nömrəli orta məktəbə yaxın bir ərazidir. Çox yaxınlıqdan deməli 9A, eyni zamanda 7 nömrəli marşrut işləyir. Uşaq deməli 37 nömrəli orta məktəbin yanında bilirsiniz ki, uşaq bağçası yerləşir. Burada yenə də həm 20 sot torpağa aiddir. Gördüyünüz kimi cürbəcür ağac növləri var. Yenidən bax mən sizə bu həyət evinin bağçasını göstərirəm. Eyni zamanda bağça tərəfdən evin xarici görünüşünü görmək mümkündür. Bax yuxarıda deməli pilləkənlərlə çıxmaqla orada harasa 3 otaq yerləşir. Belə deyim də, yəni bax pilləkənləri buradır. Ora çıxmayacağım, təmirlidir, yaşamaq mümkündür. İndi isə 4-ün 5-ə olan bağçada bax belə bir otaqdır. Bax belə bir otaqdır. 2 qat kubiklə hörülür gördüyünüz kimi. Qiymətin 140 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə evə daxil oluram. Eyni zamanda məhəlləsinə bax bura deməli belə bir həyət evinin qiyməti, yenə təkrar edirəm, 140 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə deməli bax bura deməli ikinci darvazasıdır. Keçirəm deməli qarajına. Bax bura maşın qarajdır, yəni maşın daxil olur gördüyünüz kimi. Bundan başqa bax mən sizə indi göstərirəm, prosto video onda çox çəkilir. Deməli qarşıda bax qapını görmək mümkündür. Həmin deməli belə bir otaq var. Hardasa 4-ün 5-ədir. Bax mən indi sizə göstərirəm həmin otağım. Burada da yaşayış var. Bax gördünüz. Yenidən bax burada belə bir letni mətbəx deyim. Nəsə bax belə bir şey var. Deməli otağa bənzər. İndi isə deməli məhləsini sizə göstərirəm. Eyni zamanda deməli ikinci mərtəbədən nələr yerləşir onu görmək mümkündür. Qiyməti belə bir həyət evinin 140 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bura isə bax bu zonadır. İndi hamamına keçirəm. Hamamın deməli aristondur. Stil sistemi 2 minutkadır. Bax bura deməli hamamın. Burası razdivalkası, burası deməli hamamıdır. Aristondur. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı satqı gedən sənəddir. Burada isə deməli birinci mərtəbədə bu söz demək mümkündür. Deməli qarşıda bax 4-ün 5-ə belə bir otaq var. Bax gördüyünüz kimi hal-hazırda mən qapıdan daxil oldum. Təmirlidir. Polunu görmək mümkündür, yəni taxtadır. Bax bura otaqlardan biridir. Burada isə deməli bir zal 3 otaq yerləşir. Sol tərəfdə mətbəxidir. Sol tərəfdə mətbəxidir. Bax mətbəxini gördünüz. Bax belə bir həyət evinin qiyməti yenə təkrar edirəm. 140 min manatdır qiymətində.
mütləq razılaşma olmalıdır. Burası zalıdır. Zalın uzunluğu 10, eni 5 metr, təmirlidir, hündürdür. Otaqlar isə 5-in 5-ədir. İndi isə otaqlardan birinə keçirəm. Bax, belə bir həyət evinin qiyməti, yenidən bu sözü təkrar edirəm, 140 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. 20 sotdur, sənədi çıxarışdır. Burası isə ikinci otaqdır. İkinci otaqda, birinci otaqda olduğu kimi 5-in 5-ədir. Zal isə deməli 10-un 5-ədir. Kombi sistemidir. Yenidən mən sizə zalını göstərirəm. Bax belə, sizlərə uğurlar.